Salam aleyküm qaqalar. Deməli, bu günlərim gedirik hara? Qulaq dağlarına. Qulaq dağları hardadır soruşsaz, mənim kimi. Mən də bilmirəm. Qobiya kimi bilirəm, Qobidan o tərəfə tanımıram. Yəqin ki, bu istiqamətlərdə bir yerdə olacaq. Belə deyim, ya bu tərəfə düşür, bu hissəyə. Ya da ki, o birisi hissə düşür. Amma mən bildiyim qədərini o birisi hissə olmalı. Gedəcək ora, ne üçün? Orada buranın şəkillərini qoyacağım. Bir-iki dənə qayalıq hissələr var. İmennovoy o qayalıq hissəyə görə getmək istəyirəm. Bir də ki, köhnə karvansaray olmalıdır orada. Köhnə karvansaraya görə İmennovoy gedirəm ora ki, sırf yəni motovlog kimi çəkim. Mən belə deyim, motosikletimizi cross variantında bir dənə prob eləyək. Görək bundan cross eləmək olarmı, olmazmı? Dedim ki, bazar günüdür, həftə sonumuzu normal keçirdək. Belə düşünürəm ki, bir dəfə ora getmişəm, Qobu Park tərəfə getmişəm. Orada normal nitlər olur. Normal nitlər olur, qəşəng adamı cumurlar. İnşallah ki, başımıza elə bir şey gəlməz. Nə bilim, it cummağıdır, nə bilim, təkər partlamağıdır, qazın trosunu qırılmağıdır, mufta trosu qırılmağıdır. Mənim üçün gözəl bəxtim var, başıma bir dənə bir şey çıxmalıdır orada. İnşallah ki, də çıxmaz, mən yanılıram. Əslində bu günlərim uşaqlarla gələcəkdik. Prosto onların bu günlərin nəsə səs çıxmadı, gəlmədilər. Mən özüm dəli şeyəm, xəstə şeyəm. Təbii ki, kimsə gəlmədi deyə mən bu yoldan qalmayacam. Basıb getməliyəm ora. Sürəti çox artırmayacam. Haradasa 40-la, 50-ilə gedəcəm yəqin ki. Çünki tanımadığım yerdə də çox ehtiyatla yavaş sürürəm ki, hər an hansısa bir maniyə çıxa bilər, nəsə bir problem çıxa bilər. Bunu nəzərə alaraq çox ehtiyatla sürəcəm. Olsun, gəlib çıxmışam bir dənə dağ ətəyi yerə. Konkret məni konum başqa yerə çıxartdı da, yəni. İstədiyi yerə gəlib çıxa bilmədim. İndi bilmirəm buradan nətər qayıdım, necə qayıdım, bir cür bitər, yol tapmalıyım. Başqa variant yoxdur. İndi gərək təzədən geri qayıdım. O qədər yolu. Yolüstü bir yer tapa bilsəm, girəcəm. Tapanmasam, heç nə. Görək nə olur, başımıza nə olur. Məncə bura girməyə dəyər. Məncə bura girməyə dəyər, amma inşallah ki, itmit olmaz. İtmit olsa işte, sıçdıq. İtmit olsa işte, sıçdıq. Tərpənməz bu. İnşallah ki, tərpənməz. Mənim arxa təkərim nəsə elədir ki, yox, yaxşıdır. Yüngülvarı elə bir sallantı hiss elədim. Sağ ol, düşüb eləmə, oynatma başıma. Deməli, çox qəşəngdir axı, çox qəşəngdir axı. Bir dənə bu zibilləri zaten atmasalar çox pizdə işdir. Bura keçmək olur, yəni bataqlıq olar birdən. Çox qəşəngdir axı. Çox qəşəngdir yəni. Təmizə oxşamır bu. Ya göldür, ya nədir, bilmirəm. Amma heç təmizə oxşamır. O telefon düşərib bura. Bu dağlara çıxa bilsəydim çox əla olardı. Amma heyf. Motosiklet onun üçün uyğundur. Orası üçün ancaq cross lazımdır mütləq şəkildə. Cross olsa çox pizləşmə olur. Yaşa bu yolla gedim axıra kimi. Bu yolla getsəm əslində elə bilirəm ki, qəşəng yerə çıxaram. Prosto qorxuram ora getməyə. Deyirəm birdən qalxaram ora, itlər zatlar çox olar. Biabırçılıq olar. Qaydanmarıq geri. İşte. Siz de yedirəm. Burada olsa bir tane var. O yan bu yan olsa bir tane götürəcəm buradan. Prosto niye de yani. Ne dedim ora özümüzü bile salın.
Ey. Mənzərəyə bax bir dənə. Gələsən bura axşam vaxtı qəşəng oturasan özün üçün, cipsi, zadı, içəcəyi, hər şeyi alasan. Superdir, özüm ölüm. Otur orada. İstirahət verə. Qəşəngdir. Dost yol üstü görüm yenə nəsə görsəm, şey eləsəm, oranı çəkəcəm. İnşallah ki sənə palçıq vurur. Deməli bir dənə belə bir yer tapmışam. Adama ləzzət elədi. Heç olmasa bir dənə özümdə təsəllini tapdım ki, ən azından heç olmasa belə bir yer tapmışam. Mənzərə olaraq yenə yaxşıdır heç olmasa. Maraqlı yerə oxşuyur. Yeni heç olmasa daha təsəllimizi buradan tapaq da. Başqa variant yoxdur. Yenə heç olmasa təsəlli olaraq gəldi buranı gördük yol üstündə. Dedim heç olmasa buranı çəkib. Daha neyim, başqa variantım yoxdur. İndi baxacam. Üzü bu istiqamətə gedirəm indi bu yolla, Ramoyna. İndi bilmirəm yolumuz üstə nəsə çıxacaq, çıxmayacaq, nəsə tapa biləcəm, bilməyəcəm. Biraz müəmmalı məsələdir, amma inşallah ki bir şey tapmağa çalışarım. Belə bilməyəcəyik. Amma çox istəyərdim ki, o dağlara gedim. Oradakı görünən yerləri. O da prosto bilmirəm indi alınacaq, alınmayacaq. Ona görə heç o riskə girməyin adı yoxdur. Benzin azdır, dedim birdən benzin qutarar qalaram yolda, sonra biabırsılıq. Gəldi burada çöldüyün düzündə zapravka. Yavaş-yavaş tərpənirik. Görək qabağımıza nə çıxır, neyə bilirik, nə tapa bilirik. Olmasa da ki heç nə. Başqa bir variant yoxdur. Buradan yavaş-yavaş bizi yerlənmək lazımdır şəhərə tərəf. Tır da geçsin çıxarıyorlar. Tırlar da canımızı boğazımıza yığdı Allah'ım. Bir dənə də küləyi var, bələkət haqqı adamın promoyu yiyir. Belə görə başlıqdan o gəldi. Так дайте пацанам посчитать потери. Сумма нули погибает на сцене. Снова один прогуляюсь без тени. Заливаю лим, поцелуй на шее. Как толпа, правда назад, черный каскад. Вижу твой взгляд, степ многоярд. Мог тебя взять, но ты не моя. Так дайте пацанам посчитать потери. Сумма нули погибает на сцене. Снова один прогуляюсь без тени. Заливаю лим, поцелуй на şeye. Bu bir batış hekayəsidir. İlk videodan da belə zibil çıxmasın da, ala nə olar. Başıma gələn oyuna bax. Ölümlərdən basa-basa 25 kilometr getdim həmin o dağın yanına. Deməli dağa girəndə bir dənə yol var. İlk prosu Waze-də çıxmır da bu yol. Yəni Waze-də vururam, heç cürə çıxmır, alınmır. Korotçi bu kənd cəmaatından soruşdum, oranın cəmaatından soruşdum ki, bəs mən necə gedib çıxa bilərəm ora? Yəni bu dağa getmək istəyirəm. Dedilər, həmin o dağa getməyin bir dənə yolu var. O yoldan da ki, hər adama icazə verilmir, mümkün deyil. Yəni səni oradan buraxmayacaqlar. Ancaq bir dənə bir variantı var ki, getməlisən, korotçi dağı fırlanmalısan. Mən istədiyim Toçkaya getmək üçün dağı fırlanmalıyım 30-40 kilometr kimi. Dedim yox, bu mümkün bir şey deyil ya. Bu Moskvaya da mən necə gedim 30-40 kilometr yəni fırlanım. Daha sonra 25 kilometrdə yəni yol gəlmişəm. Başım bıraxdım. Sonra peşman qayıtdım dağa. Yəni minnomu o yolun qanunen hər adama icazə verilmədiyinə görə. İlk videodan zibili çıxdı. Mümkün deyil yapsa. Buranın olsa harada biabırçı şey var, mənim başıma gəlməli də bu yəni normal bir şeydir. Bundan sonraki videolarda da görəcəksiniz, harada belə misiryoz şey var, harada belə zındır, harada belə bərbad şeylər varsa mənim başıma gələcək yəni. Ən konçili şeylər. Korotçi, gərək elə bir yer tapaq ki, qanunen icazə verilən bir yer olsun. Yeni, başqa var yox. Buradan basa-basa izi ölümlərə. Так дайте пацанам посчитать потери. Сумма нули погибает на сцене. Снова один прогуляюсь без тени. Заливаю лим, поцелуй на шее. Как толпа, правда назад, черный каскад. Вижу твой взгляд, степ многоярд. Мог тебя взять, но ты не моя. Так дайте пацанам посчитать
потери.